Rusiya Dövlət Dumasında bugün bir məsələ ortaya atıldı və deputatlardan da biri, eyni zamanda Müdafiə Nazirliyinin nümayəndələrindən də biri çıxdı, dedi ki, təbii ki, əsas səlahiyyət sahibi Ali Başkomandan Vladimir Putindir. Ancaq biz hesab edirik ki, bir deyil, bir neçə Areşkin raketləri atılmalıdır Ukrayna ərazisinə. Buyurun, söz sizdədir, istəyərdik bu prosesləri detallı şəkildə təhlilini eşidək. Əlbəttə ki, çox maraqlı hadisələr baş verdi. Çox maraqlı və gərgin hadisə, eyni zamanda ciddi hadisə baş verdi. Ona görə ki, doğru qeyd edirsiniz ki, Ukraynanın bu hücumu gözlənilən deyildi. Biz müzakirə etmişdik, bu vaxta qədər də müzakirə etmişdik. Amma bu vaxta qədər müzakirə etdiyimizdən tamamilə fərqlənir. Ona görə ki, bugün bildiyimiz kimi Səudiyyə Ərəbistanında Ukrayna ilə Amerika Birləşmiş Ştatları nümayəndələri arasında məhz elə bu məsələyə bağlı, Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlar aparılır və gözlənilən o idi ki, həm Rusiya tərəfi, həm də ki, Ukrayna tərəfi bu danışıqların aparıldığı təqdirdə zamanında danışıqlara yardım etmək məqsədilə ən azından hücumları bir qədər səngidəcəklər. Amma belə olmadı və göründüyü kimi və sizin də qeyd etdiyiniz kimi Ukrayna ən böyük hücumunu həyata keçirdi, dron hücumunu həyata keçirdi və Rusiya sözün əsl mənasında Ukraynanın bu dron hücumları qarşısında aciz vəziyyətdə qaldı. Adətən bu vaxta qədər qeyd olunurdu ki, Rusiyanın Moskva və onun ətrafındakı regionları, rayonları təhlükəsizdir. Ona görə ki, bildiyimiz kimi Moskvada həm Rusiyanın hakimiyyət orqanları yerləşir, həm nazirlikləri yerləşir və eyni zamanda Moskva bir neçə ordu tərəfindən, havadan müdafiə qüvvələri tərəfindən çox ciddi şəkildə qorunur. Bəs belə olan surətdə nədən Ukrayna bu cür asanlıqla Moskvaya hücum edə bildi və demək olar ki, Moskvaya ciddi zərbə yetirə bildi və sizin də göstərdiyiniz və ümumiyyətlə kütləvi informasiya vasitələrində verilən kadrlardan görünür ki, Rusiya, Ukrayna tərəfi Moskvaya hücumdan istədiyi nəticəni əldə edib. Musa bəy, yeri gəlmişkən bildiyimiz qədərilə 300-dən çox bir eyni anda sürüş şəklində PUA-ların hücumu müzakirə mövzusudur. Yəni çox ciddi rəqəm. 350 deyirlər, bəzi kütləvi informasiya vasitələri 400-ə qədər deyirlər. Bu Rusiyanın vurduğu, zərərsizləşdirdiyi dronların sayıdır. Yəni Rusiya vurduqca hesab alır, amma yəqin ki, vurulmayanlar, hədəfə dəyənlər və yaxud da ki, yolda itənlər, başqa səmtlərə düşənlərin də sayını götürsək, həqiqətən 400-ə yaxın dronlardan istifadə olmuşdur və bu eyni zamanda nəyi göstərir? O eyni zamanda onu göstərir ki, Ukrayna Rusiyanın Amerika Birləşmiş Ştatları vasitəsilə ötürdüyü sülh planı ilə, yaxud da ki, atəşkəs planı ilə razı deyil və atəşkəs elan olunan günə qədər öz mübarizəsini davam etdirəcəkdir. Və təbii ki, Rusiya tərəfi hələ bu dronların hücumunun nə qarşısını almaq istiqamətində, nə də onlara layiqli cavab vermək istiqamətində iş görməyib və gözlənilən odur ki, məhz elə bugün Rusiya Dumasında çağırışlarda səsləndirildiyi kimi məhz Areşkinlərdən Ukraynaya qarşı istifadə edəcək. Amma mən hesab edirəm ki, bütün bunlar Ukraynanın dron hücumunun qarşısında çox zəif görünəcək, çox cüz'i görünəcək. Və bütün bunlar nəyə göstərir? Bütün bunlar onu göstərir ki, həqiqətən bildiyimiz kimi bu danışıqlar məhz Ukrayna tərəfinə, həm də Rusiya tərəfinə məcburən yeridir, məcburən razı salmağa çalışırlar. Ukrayna tərəfi bildiyimiz kimi Zelenski Amerika Birləşmiş Ştatlarının prezidenti ilə o polemika zamanı öz narazılığını və xalqının və dövlətinin narazılığını ifadə etmişdi, bildirmişdi ki, məhz Rusiyanın şərtləri daxilində biz sülh müqaviləsini imzalamaq istəmirik, yaxud da ki, Amerika Birləşmiş Ştatları ilə Rusiyanın birləşərək Ukraynaya məcbur etdiyi şərtlər Ukrayna tərəfindən və Ukrayna xalqı və Ukrayna prezidenti tərəfindən qəbul olunmazdır. Amma nə fayda ki, sonradan Zelenskini məcbur edib danışıqlara razı sala bilirlər və hətta bugün çıxan informasiyalara görə Zelenski Amerika Birləşmiş Ştatları prezidentindən üzr belə istəyib və
danışıqlar davam edir, amma göründüyü kimi məhz bu dron hücumlarda göndərdi ki, Ukrayna onun üçün göndərilən ya onun əvəzində edilən, razılaşdıran sülh müqaviləsi ilə razı deyil və imkan tapdıqca bu sülh müqaviləsini pozmaq üçün əlinə gələni edəcəkdir. Və mən çox maraqlıdır ki, bugün biz məhz Rusiyanın cavabını gözləyir. Rusiya nə reaksiya verəcək? Rusiya hələlik bəyanatlar verməklə kifayətlənir. Amma bizim üçün bugün çox maraqlı olan Amerika Birləşmiş Ştatlarının verdiyi reaksiya olmalıdır. Görək Amerika Birləşmiş Ştatları həm Zelenski, həm Ukraynaya hansı formada cavab verəcək? Yenə hiddətlənəcək və ümumiyyətlə ya Səudi Ərəbistanda keçən danışıqlardan imtina edəcək və s. Və bilindiyi kimi hələ Zelenski danışıqlara gedə-gedə, nümayəndə heyətini göndərə-göndərə Trump yenə də ondan xoşlanmadığını ifadə elədi və bildirdi ki, Zelenski danışıqlar üçün yaranmır və danışıqları Zelenski ilə aparmaq düzgün deyil və hətta Zelenskini son çıxışlarında Zelenskini Trump nankör belə adlandırdı. Və bütün bunlar nəyə göstərir? Bütün bunlar onu göstərir ki, Amerika Birləşmiş Ştatlarının ciddi cəhdinə baxmayaraq hadisələrin yumşaldılması, yaxud da ki, atəşkəsin əldə olunması, yaxud da ki, sülh müqaviləsi istiqamətində danışıqların başlanmasına hələ çox var. Maraqlı olan tərəf Trump'ın bu hadisələrdən sonra hansı ölçü götürəcəyi, ya hansı formada Ukraynanın Rusiyaya qarşı bu hücumuna münasibət bildirəcəyidir. Bildiyimiz kimi Ukrayna, Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında danışıqlar aparılır və hesab edirəm ki, Rusiyanın bu vaxta qədər bəyanat səsləndirməməsi, yaxud da cavab ateşi açmamasının əsas səbəbi də məhz Amerika Birləşmiş Ştatları ilə müəyyən məsləhətləşmənin aparılmasıdır. Hörmətli Əli Musa bəy, mən istəyərdim müzakirəmizi bilirsiniz hansı istiqamətdə davam etdirək, xüsusilə izləyicilərimiz də yazırlar. Bu Ukraynanın hücumu ki, biz geniş miqyaslı, dəhşətli bir hücum adlandırırıq. Elə vəziyyət elə bir yerdədir ki, Rusiyanın mediası artıq özü də məcbur reallıqların bəzi hissəsini də olsa dilə gətirməyə məhkum olub. Ukraynanın bu hücumu Rusiyanı dilema qarşısında qoyub, faktiki şəkildə rəsmi Kremli. O mənada ki, bu zamana qədər proseslər harada davam edirdi? Yəni, bu megapolislərin kənarında, Sankt-Peterburg'da, Moskvada Rusların, etnik olaraq Rusların kompakt yaşadığı yerlərdə bu cür hücumları biz görmürdük. Görsək də az qismdə olurdu. Ancaq bu dəfəki hücum Rusların özlərini də bir daha düşünməyə vadar etmirmi? Yəni, bu psixoloji savaşın bir tərkib hissəsi deyilmi sizcə də? Mən elə gəlir ki, bu Ukraynanın bu formada hücumu eyni zamanda Rusiyadan gələcək danışıqlarda Rusiyanın yumşaq mövqe göstərməsinə hesablanır. Yəni, Rusiya artıq başa düşəcək ki, baxmayaraq ki, həm Amerika Birləşmiş Ştatları vasitəsilə Ukraynanın danışıqlara məcbur edir, eyni zamanda Ukraynanın da əli boş deyil. Ukrayna baxmayaraq ki, digər ölkələrdən, Avropa İttifaqı ölkələrindən və Amerika Birləşmiş Ştatlarından silah-sursat baxımdan asılıdır və əgər onlar silah verməsələr Rusiyaya ciddi təsir etməyəcək. Amma eyni zamanda bu dronların yerli Ukrayna istehsalı olduğunu nəzərə alsaq, demək olar ki, müharibənin davam etdiyi şəraitdə. Yəni, əgər Rusiya Ukraynanın torpaqlarını boşaltmasam-mı, yaxud da ki, Ukraynanın bəzi şərtlərini yerinə yetirməsəm-mi, əgər müharibə davam edərsə, Rusiya üçün də heç də müharibəni sona qədər çatdırmaq, eyni zamanda qələbəyə çatdırmaq heç də asan olmayacaq. Və mən düşünürəm ki, bu dron hücumu məhz nəyin hesabıdır? Məhz onun hesabıdır ki, Ukrayna öz qüvvələri hesabına, təbii ki, qərbdən alan müəyyən yardımlar vasitəsilə öz istehsalı olan dronlardan istifadə etmişdir. Və bu gün bildiyimiz qədər Amerika Birləşmiş Ştatları da yardımı kəsmişdir və Ukraynanın məhz özünü istehsal etdiyi dronlardan istifadə etməklə bu hücumu gerçəkləşdirməsi həm Rusiyaya, həm Amerika Birləşmiş Ştatlarına ciddi bir siqnaldır. Rusiyaya ona görə ciddi bir siqnaldır ki, bu vaxta qədər sizin də qeyd etdiyiniz kimi Ukrayna Rusiyanın əyalət şəhərlərinə, əyalət qəsəbələrinə dronlar vasitəsilə, yaxın qəsəbələr dronlar vasitəsilə hücum edirdi. Bugün isə məhz Moskvaya hücum olunması onu göstərir ki, Rusiyada artıq təhlükəsiz yer yoxdur və əgər müharibə davam edərsə, Ukrayna var qüvvəsi ilə bütün gücünə istifadə edərək məhz
Rusiyanın şəhərlərinin dağıdılması ilə məşğul olacaq. Və eyni zamanda bu Rusiya xalqına, Rusiyada yaşayan millətlərə bir mesajdır ki, bu müharibənin davam etdirilməsi təkcə Ukrayna, təkcə Rusiya elitası üçün deyil, eyni zamanda xalqın da əziyyət çəkməsinə, əzab çəkməsinə səbəb olacaq. Ona görə ki, Musa bəy, bu proseslər nəticə etibarilə partizan savaşına doğru aparırmı sizcə? Mən hesab edirəm ki, bilirsiniz, müharibə zamanında və elə partizan doğru aparır deyəndə ki, elə bu gün də Rusiya ilə Ukrayna arasında partizan müharibəsi də davam edir. Və bu partizan müharibəsindən daha çox hibrid müharibədir. Bildiyimiz kimi hibrid müharibə iki ölkə arasında elə bir müharibədir ki, bu müharibə zamanı onların istifadə etmədiyi xüsusi bir forma yoxdur. Bütün vasitələrdən, müharibənin aparıldığı bütün formalardan istifadə edərək düşmən üzərində qalib gəlməyə cəhd edirlər və əlbəttə ki, partizan müharibəsi hal-hazırda da davam edir, gedir, amma geniş miqyaslı deyil. Həm də ki, Rusiyanın işğal etdiyi torpaqlar əsasən Rusların yaşadığı ərazilərdir və burada ciddi şəkildə və kütləvi şəkildə partizan müharibəsinin aparılması bir qədər çətindir, orada yaşayan Rusları nəzərə alsaq. Amma təbii ki, Ruslar irəlilədikcə, Ukraynanın işğalını genişləndirdikcə, təbii ki, partizan müharibəsi də genişlənəcək. Və təbii ki, mən Səudiyyə Ərəbistanına istinad etdim. Səudiyyə Ərəbistanında bildiyimiz kimi yenə də bu dəfə isə Amerika Birləşmiş Ştatları ilə Ukrayna nümayəndələri arasında, Amerika Birləşmiş Ştatlarının və Ukrayna nümayəndələri arasında görüş keçilir və bu görüşdə də Amerikanın müdafiə naziri müəyyən bəyanatlar vermiş, Rubio müəyyən bəyanatlar vermişdir ki, görüşlərdən ciddi nəticələr gözlər. Eyni zamanda Ukraynanın əleyhinə bəzi bəyanatlar səsləndirilmişdir və Rubio qeyd etmişdir ki, Ukrayna Rusiyanın işğal etdiyi torpaqlardan əlini çəkməlidir. Təbii ki, Trumpla olan polemika kimi bu dəfə də yenə Ukraynanın üzərinə getmiş. Bu da Trumpın yetdiyi kursdur. Ukraynanın torpaqlardan, Rusiyanın işğal etdiyi torpaqlardan əl çəkəcəyini istisna etməmişdir. Amma Rusiya nələrdən əl çəkəcək, Rusiya hansı formada güzəştə gedəcək, bu məlum deyil. Mən hesab edirəm ki, Ukrayna ilə Amerika Birləşmiş Ştatları nümayəndələr arasında görüşdən sonra məhz Moskva ilə danışıqlar yenidən başlanacaq və təbii ki, yaxın günlərdə Ukraynanın istənilən formada təqdim olunan atəşkəsə razılıq verəcəyi istisna olunmur. Ona görə ki, Ukraynanın həm bir tərəfdən məcburiyyət, həm digər tərəfdən Rusiyanın hücumu, o cümlədən Avropa İttifaqının arxasında lazım olan səviyyədə dayanmaması Ukraynanı istənilən formada təqdim olunan sülh və atəşkəs müqaviləsini imzalamadan başqa çarəsi olmayacaq. Və təbii ki, hal-hazırda atəşkəs müqaviləsindən söhbət getmir. Hal-hazırda Amerika Birləşmiş Ştatları ilə Ukrayna arasında investisiya müqaviləsindən söhbət gedir və investisiya müqaviləsi imzalandıqdan sonra Trump kartları ortalığa qoyacaq. Hələ Trumpın bu müqavilənin, yəni investisiya müqaviləsini imzalamaqdan başqa görüntüsü yoxdur, bir bəyanatı yoxdur. Və gözlənilən oldu ki, Amerika Birləşmiş Ştatları ilə Ukrayna arasında bu müqavilə imzalanan sonra, məhz investisiya müqaviləsi imzalanan sonra Trump öz istəklərini elan edəcək. Və bundan sonra mən hesab edirəm ki, artıq Rusiya ilə Ukrayna arasında danışıqlar prosesi başlana bilər.